Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə ibtidai sinif müəllimləri üçün faiz bölməsi üzrə təşkil etdiyimiz 20 suallıq sınağın izahını verəcəm. Zəhmət olmasa ilk növbədə videomuzu bəyənirik və ətrafımızda olan digər insanlarla paylaşırıq ki, onlar da bu videomuzdan faydalansın. Dəyərli izləyicilər, bildiyimiz kimi faiz bölməsi artıq həm müəllimlərin işə qəbulu imtahanında, həm də sertifikasiya imtahanında istifadə olunur. Baxmayaraq ki, faiz bölməsinin ibtidai siniflə hal-hazırda bir bağlılığı yoxdur, yəni şagirdlərə öyrədilmir, amma müəllimlərdən imtahanlarda bu bölmə tələb olunur. Ona görə də müəllim olaraq hər biriniz bu bölməni mənimsəməlisiniz. Təbii ki, çox çətin suallara ehtiyac yoxdur faiz bölməsi üzrə. Mümkün qədər lazım olacaq səviyyədə olan sualları öyrənməyimiz lazımdır. İndi biz də 20 sual ətrafında mövzunu ümumi şəkildə mənimsəməyə çalışacağıq. Qaydaları deyəcəm. Siz də özünüz həmin qaydalar ətrafında qeydlərinizi götürə bilərsiniz. Əlbəttə ilk növbədə videonu saxlayaraq özünüz sualların cavabını tapmağa çalışırsınız. Əgər faiz bölməsini bilirsinizsə, yox bilmirsinizsə qaydalardan istifadə edərək qeyd kimi qeydləri götürüb öyrənə bilərsiniz. Birinci sualımızdan başlayırıq. 0,4 ədədini faizlə ifadə edin. Ədədi faizlə ifadə etmək üçün onu 100-ə vurmaq lazımdır. Yəni, məsələn, 2 ədədini də isə faizlə ifadə et. 2-ni vurursunuz 100%-ə. Bu edir 200%. İndi şərti olaraq 2-ni qeyd etdim. Bütün ədədlər üçün bu keçərlidir. 0,4 ədədini də eyni qayda üzrə faizlə ifadə etmək üçün 100-ə vurmaq lazımdır. 0,4-ü biz kəsrlə də yaza bilərik. 10-da 4 kimi. Bunu 100%-ə vuracam. Kəsr ədədə vurulma qaydasını yəqin ki bilirsiniz. Bu hissə sürətə vurulub məxrəcə bölünəcək. Yəni 100-ü 4-ə vuracam. 400, 400-ü 10-a böləndə düşəcək 40%. Yəni sualımızın cavabı 40%-ə bərabərdir. Düzgün cavabımız E variantı olur. Əslində kalkulyator vasitəsilə də bölə bilərsiniz. 0,4-ü 100-ə vuraraq doğru cavabın 40% olduğunu alarıq. İkinci suala baxırıq. 60 ədədinin 30%-ni hesablayın. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, yəni 60-ı 30%-ə vurub 100-ə bölmək lazımdır. 60-ı 30-a vuranda 6 3 18 2 dənə 0 yazarsınız. Məxrəcdə də 100 var. Əvvəldən də sıfırları silə bilərdiniz. İndi də silə bilərik. Burada qaldı 18. Demək ki, 60-ın 30%-i 18-ə bərabərdir. Üçüncü sual 55%-i 693 olan ədədin rəqəmləri cəmini tapın. Dostlar, bu dəfə faizinə görə də tapırıq. Bayaq nə edirdik? Faiz verilirdi, daha doğrusu ədəd verilirdi, onun faizini tapırdıq. Bu dəfə faiz verilir, ədədə tapırıq. Yəni bir növ ədədin hissəsini tapmaq və hissəsinə görə tapmaq kimi düşünə bilərsiniz. Yəni eyni qaydadır. Burada da tərs əməliyyat olacaq. Yəni faiz nə qədərdir? 55% 693-dür. Faizinə görə də tapmaq üçün 693-ü 100-ə vuracaqsınız və faiz göstərən ədədə 55-ə böləcəksiniz. Yəni bu şəkildə doğru cavabı ala bilirik dostlar. İndi gəlin ilk növbədə hesablayaq. Deməli 693 100-ə vuranda, yəni 2 0 əlavə edirəm. Bölürəm 55-ə, düşür 1260. Yəni bizim axtardığımız ədəd 1260 ədədidir. Bunda rəqəmləri cəm 1-in üstə 2 gələndə 3, üstə də 6 gələndə edəcək 9. Doğru cavab C variantı. Və yaxud gəlin bunun məntiqini başa düşməyə çalışaq. 55% 693-dür. Onda belə yazırsınız. 55% 693. Hər biriniz tənasüb qaydasını bilməlisiniz faiz bölməsində. Ədədin özü də 100%-dir. Burada yazırsınız x. Yəni bayaq dediyim qayda buradan qaynaqlanır. 693-ü 100-ə vurub 55-ə bölürük. Yəni x-i 55-ə vurursunuz, 100-ü də 693-ə, sonra ixtisarlarımızı aparıb həmin ədədi tapırıq. Mütləq surətdə bilməyiniz lazımdır tənasüb qaydasını. Əgər bilməsəniz digər suallarda çətinlik çəkə bilərsiniz. Növbəti sual 4-cü sualdır. 52% ilə 32%-nin fərqi 420 olan ədədin 23% ilə 36%-nin cəmini tapın. Qısa yolunu qeyd edəcəm dəyərli izləyicilər. Deməli 52% ilə 32%-nin fərqi. Fərq nədir? Çıxmaq deməkdir. 52-dən 32 çıxan nə qalır? 20 qalır. Yazırsınız belə 20% 420. Sonra bizə deyir ki, bu ədədin 23% ilə 36%-nin cəmini tap. Deməli, bu nə edəcək? 23-ün üstə 36 gələcəm. Bu da edəcək 59%. Yəni, biz bu ədədin 59%-ni mən etməliyik. 59%-də x yazıram.
Bir daha gedirəm. Yəni sadə yolu budur, dəyərli izləyicilər. Çıxdım, fərqi nə qədərdir? 20%. Bu 420-yə bərabərdir. Bu ədədin 59%-ni tapmalıyıq. Yəni 20%-nin 36%-nin cəmi 59 edir. Çarpaz vuracaqsınız. 20-ni x-ə vururam. Bərabərdir. 420-ni də vuracam 59-a. Burada əslində biz ixtisarlarımızı da apara bilərik. Yəni 0-ı bəri başdan silə bilərəm. 42 ilə də 2-ni ixtisar apara bilərəm. Yəni burada 21 qalacaq. Birbaşa 21-i 59-a vura bilərik. Bu da 1239 edəcək. Düzgün cavabımız D variantına uyğun gəlir. Və yaxud da siz vurun heç ixtisar aparmayın. 420-ni 59-a vurub 20-yə böləcəksiniz. Bu bunun qısa yoludur, dəyərli dostlar. Yəni asan formada məsələn düşünə bilərsiniz ki, 20% 420 olan ədədi tapım, sonra onun 23%-ni tapım, sonra 36%-ni tapım. Cəmliyim ehtiyac yoxdur. Yəni faizləri cəmləyib belə də yazmaq olar. Asan üsulla tapmaq mümkündür. 5-ci suala baxırıq. 80 ədədinin 20 ədədinə olan faiz nisbətini hesablayın. Dostlar, ədədin ədədə olan faiz nisbəti nədir? Nisbət sözü bölmək deməkdir. 80-in 20-yə nisbəti 80-i bölürük 20-yə. 80-i 20-yə bölən nə düşür? 4. Bu ədəd olaraqdır. Amma bizə deyir faiz nisbətini tap. Yəni bu ədəddə faizlə göstərməlisiniz. 4-ü vuracağıq 100%-ə, bu da edəcək 400%. Yəni biz bunu qaydalaşdıra da bilirik ki, ədədin ədədə olan faiz nisbətini tapmaq üçün ədədə bölüb 100%-ə vurmaq lazımdır. Yəni aldığınız cavabı 100%-ə vurursunuz həmişə. Növbəti 6-cı suala baxırıq. Ədədi 8 dəfə artırdılar. Ədəd neçə faiz artdı? Bu da müəllimlərin yanlış etdiyi sual tiplərindən biridir. Ümumiyyətlə ədədin n dəfə artması, onun n çıxılsın 1 vurulsun 100% artması deməkdir. Mənası nə deməkdir? Ədəd əgər 8 dəfə artırsa, 8-dən 1 çıxıram, 7 qalır, 700% artım olur. Düzgün cavab B variantı. Bəs niyə belədir? Gəlin aydınlaşdıraq. Belə suallarda siz standart olaraq 100 ədədindən istifadə edə bilərsiniz. 100 ədədi artır 8 dəfə və nəticədə çevrilib olur 800. Bizə deyir, ədəd neçə faiz artdı? Dostlar, 100-ün üzərinə nə gəlsəm 800 edər? Təbii ki, 700. Yəni 100-ün üzərinə 700 gələrək biz 800 alırıq da, düzdürmü? 8 dəfə artım budur. Bizə də deyir ki, neçə faiz artdı? 700% artdı. Yəni əslində mahiyyəti buradan qaynaqlanır bunun. Amma düstur şəklində də yadda saxlaya bilərsiniz. Sonra ədədi 10 dəfə azaltdılar. Ədəd neçə faiz azaldı? Burada da eyni qayda üzrə dostlar 100 ədədindən istifadə edə bilərik. Ədədimiz 100-dür. 100-ü 10 dəfə azaldıram. Neçə olur? Yəni 110-a bölürəm, düşür 10. Ədəd neçə faiz azaldı? Yəni 100-dən 10-a düşmək üçün 100-dən neçə faiz çıxmaq lazımdır? 90%. Vəssalam, deməli ədəd 90% azaldı. Yəni hansısa bir düstura falan ehtiyacı yoxdur. 100 ədədi vasitəsilə bunu tapmağımız mümkündür. Sonra davam edirik dəyərli izləyicilər. Növbəti 8-ci suala baxırıq. Meyvə qurudularkən kütləsinin 20%-ni itirir. 240 kiloqram təzə meyvə qurusu neçə kiloqram, daha doğrusu qurutsaq neçə kiloqram meyvə qalar? Burada okey, bu formadadır. Qurutsaq neçə kiloqram meyvə qalar deyir. Deməli, 240 kiloqram təzə meyvə gətiririk və bunu qurudacağıq. Bu da 20%-ni itirir. Dəyərli dostlar, 20%-ni itirirsə, yerdə nə qədər qalır? Hər şey 100%-dir də, bunun 20%-i itkiyə getdi. Deməli, 80%-i qalır. Başqa sözlə biz 240-ın 80%-ni tapmalıyıq. Bunun üçün də 240-ı 80-ə vurub 100-ə bölürük. Ədədin faizini tapmaq üçün bilirsiniz ki, faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Burada da dostlar qısa yol nədir? 0-ın birini yuxarıdan, birini aşağıdan, birin yuxarıdan, birini aşağıdan silirəm. Yəni məxrəcdə sadəcə 1 qalır. Sürətdə isə 24 vurulsun 8. Yəni 192 ədədi qalacaq. Düzgün cavabımız A variantına uyğun gələcək. Yəni diqqətli olun, burada 240-ın birbaşa 20%-ni tapıb 48 yazanlarınız da ola bilər. O itkiyə gedən meyvədir. Yəni təkrar oxuyuram sizin üçün, kütləsinin 20%-ni itirir. Yəni quruyur dostlar, buxarlanır, yoxa çıxır həmin hissə. Amma 80%-i qurutulduqdan sonra qalan hissədir. 9-cu suala baxırıq. 60% xeyirlə 500 manata satılan malın alış qiymətini tapın. Dəyərli dostlar, hər bir məhsul özü özlüyündə 100%-dir. Amma biz bunu 60% xeyirlə satırıqsa, 100-ün üzərinə 60 gəlirsə olur 160%. Yəni bunu belə yazırsınız ki, 160%-i
500 manatdır. Alış qiyməti əlbəttə ki 100%-dir. Axı qeyd etdiyi hər şey başlanğıcda 100% olur. Buna da x yazıram. Sonra dəyərli dostlar, bunu çarpaz şəkildə vurmaq lazımdır. 160-ı x-ə vururuq, bərabərdir. 500-ü də 100-ə vuracam. Sıfırları silə bilərəm bu formada. Yəni 500-ü 10-a vuracam, olacaq 5000. Bunu da böləcəm 16-ya düşəcək 312,5 manat. Düzgün cavabımız D variantına uyğun gələcək. 10-cu suala baxırıq. 20% ziyanla 280 manata satılan paltarın alış qiymətini tapın. Eyni qayda üzrə hər şey başlanğıcda 100%dir. 20% ziyanla satmışıqsa 100-dən 20-sini çıxıram, qalır 80%. Yəni bunun 80%-i 280 manatdır. Təbii ki 100%-i də indi biz axtaracağıq. Bu da olacaq x. Yəni normalda bu 100% satılmalıdır, amma biz 20% ziyanla satdıq. Eyni qayda üzrə çarpaz vururam. 80-i vuracam x-ə bərabərdir. 100 vurulsun 280. Sıfırları silə bilərik dəyərli dostlar. 28-i 100-ə vuracam. Yəni 2800 oldu. Onu da bölürəm 8-də düşür 350. Deməli alış qiyməti 350 manat olub. Düzgün cavabımız B variantına uyğun gəlir. 11-ci suala baxırıq. 60 ədəd artaraq 108 oldu. Ədəd neçə faiz artdı? Dəyərli izləyicilər, 60 özü 100%-dir. Yəni başlanğıcda 60 ədəd olub bu və bu 100%-ə bərabər idi. 60 108-ə qalxmaq üçün neçə vahid artdı? Bunu tapmaq üçün 108-dən çıxıram 60-ı. Qalır 48. Deməli 48 vahid artım var. Nə qədər artıb? X. Bunu çarpaz vuraraq müəyyən edəcəyik. Bu formada vururuq. 60-ı x-ə vurursunuz. Bərabərdir. 48-i də vuracam 100-ə. Buradan da 0-ın birini silə bilərəm. Əslində 48-in altını da ixtisara apara bilərsiniz. Fərq etməz. 480-i də bölürəm 6-ya düşəcək 80%. Düzgün cavabımız D variantı. Yəni 60-ı 80% artırsanız doğrudan da 60-ın 80%-i 48-dir. 60-ın üstə 48 gələndə 108 olur. Düzgün cavab D variantı buna görə olur. Növbəti sualımıza qədəm qoyuruq dəyərli dostlar. 12-ci sualdır. 150 ədəd azalaraq 45 oldu. Ədəd neçə faiz azaldı? Deməli 150 özü başlanğıcda 100%-dir. Yəni eyni qayda üzrə yazıram. 150 ədədi 100%-dir. Nə qədər azaldı bu 45-ə çevrilmək üçün? 150-dən 45 çıxıram, 105 vahid azaldı. 105 vahid isə x faiz deməkdir. Faizi faizin altdan yazıram təbii ki, bu şəkildə. Sonra çarpaz vurmaq lazımdır bunu bu şəkildə. 150-ni x-ə vururam, bərabərdir. 105-i də vururam 100-ə. 0-ın birini silə bilərəm bu formada. 105 10-a vursam 1050, bölürəm 15-ə düşür 70. Deməli, ədəd 70% azalıb. B variantı düzgün cavabdır. Sual 13. Kvadratın tərəfini 20% azaltsaq, sahəsi neçə faiz azalar? Diqqətli olursunuz. Bir kvadrat düşünək, tərəfi 10 olsun. Bura 10 yazıram, burada 10. Kvadratın sahəsi hal-hazırda neçədir? 10-a vuranda edir 100. İndi növbəti başqa bir kvadrat düşünürəm. Şəkildə biraz balaca görünə bilər. 20% azaldıram. Onun 20% nədir? Yəni tərəfin 20% azaldıram. Bayaq tərəflər 10 idi. İndi 20% azaldacam. Onun 20%-ni tapmaq üçün onu 20-yə vurub 100-ə bölürəm. Bidir, yəni 2. Tərəfin 2 vahid azaltdım. Oldu 8. İndi kvadratın tərəfi 8, 8-dir. Bu kvadratda sahə olacaq 8 vur 8, 64. Bayaq 100 idi, indi 64-dür. Neçə faiz azaldı? Bunu tapmaq üçün 100-dən 64-ü çıxıram. 36% azalma müşahidə olundu. Düzgün cavabımız B variantına uyğun gələcək. Yəni kvadratın tərəfinin artması, azalması tipli suallar tərəfinə 10 qoymaqla daha rahatlıqla tapıla bilir. Sual 14. 18 saat sutkanın neçə faizidir? Bir sutkamız 24 saatdır. 24 saatı biz 100% qəbul edirik. Yazırıq 24 saat 100%. 18 saatı tapmaq üçün 18 saatı da x faiz yazıram. Sonra çarpaz şəkildə vuracam.
və buradan x-i müəyyən edəcəm. 24-ü x-ə vuracam, 18-də 100-ə vuracam. 100-ə vurmaq 2 sıfır əlavə etmək deməkdir. Yəni 1800-ü 24-ə bölürük. Bu da düşəcək 75. Düzgün cavabımız D variantına uyğun gələcək. Növbəti 15-ci suala baxırıq. Fermada 50 baş inək və 30 baş qoyun var. Qoyunlar bütün heyvanların neçə faizini təşkil edir? Bütün heyvanlar deyəndə 50 və 30-un cəmidir 80. Yəni 80 baş oldu 100%. Qoyunlar neçə başdır? 30 baş. 30 başda x faizdir. Çarpaz vururam. 80x-ə vuracam. 80x. Bu da oldu 3000. Buradan da x bərabərdir. Sıfırlarını hər tərəfdən birini silirəm. Yerdə qalır 300-ü 8 yerə bölmək. Bu da düşəcək 37,5%. Düzgün cavab A variantına uyğun gəlir. Onluq kəsrlərlə də detallı şəkildə işləməyi bacarmalısınız. Yəni bu da artıq proqram üzrə ayrılmaz bir hissədir testlərdə. 16-cı sual. 500 kiloqram meyvənin 5-də 2 hissəsi alma. Sonra 0,35 hissəsi isə armuddur. Qalan meyvələr bütün meyvənin neçə faizini təşkil edir? Dəyərli dostlar, 5-də 2 hissə nə deməkdir? 5-də 2 hissəni biz faizlə ifadə edə bilərik. 5-də 2-ni vurursunuz 100-ə. İstənilən ədədi faizlə ifadə etmək üçün onu 100%-ə vurmaq lazımdır. Burada da 200-ü 5-ə böləcəm. Yəni 2-ni 100-ə vururam. 200 5-ə böləndə düşür 40. Yəni əslində bunun əvəzinə biz 40% yaza bilərik. 0,35-də yəni 100-ün 35 hissəsidir. Bu da 35%-dir. Hər şey bütövlükdə 100%-dir. Əslində burada deyir qalan meyvələr bütün meyvənin neçə faizini təşkil edir? Burada 500 kiloqram bir önəmi yoxdur açığı. Yəni o 300 kiloqramda olsa bunun 5-də 2 hissəsi almadırsa, 0,35 hissəsi armuddursa, qalan meyvələr yenə də faiz olaraq eyni şey olacaq. 40 ilə 35-i toplayacağam, edəcək 75. 100%-dir hamısı birlikdə. 100-dən 75 çıxanda qalır 25. Yəni yerdə qalan meyvələr kiloqramdan asılı olmayaraq həmişə 25% olacaq. Sadəcə sizdən nə tələb olunur? 5-də 2 hissəni, hansı ki adi kəsirdir, faizlə ifadə etməyi bacarın. 0,35 onluq kəsirdir, faizlə ifadə etməyi bacarın. Və toplam 100%-dir hamısı birlikdə. 100%-dən məlum olanlar çıxıb məhsulu tapırıq. Sual 17. Sinifdəki 40 şagirdin 40%-i qızlardır. Oğlanların 25%-i əlaçıdır. Sinifdə neçə əlaçı olmayan oğlan var? Qızların, ümumiyyətlə şagirdlərin daha doğrusu 40%-i qızdırsa, hər şey 100%-dir axı. Deməli 60%-i də oğlandır. 40 şagirdin mən birbaşa 60%-ni tapıram oğlanları. 40-ı 60-a vurub 100-ə bölürəm. İstəsəniz 40-ı 40-a vurub 100-ə bölüb ədədi tapacaqsınız. Sonra 40-dan, yəni ümumi şagird sayından qızların sayını tapıb oğlanın da sayını tapa bilərik. Və yaxud da mən etdiyim kimi 40% qızdırsa 60% oğlandır. 40-ı 60-a vurub 100-ə bölürəm. Bu 24. Yəni sinifdə 24 oğlan var. Oğlanların da 25%-i əlaçıdır. Dostlar, 25% əlaçıdırsa, hamısı birlikdə bütün oğlanlar 100%-dir özü özlüyündə. İstəyirsiniz lap 24-ün 25%-ni tapın. Bu əlaçılar olacaq. Sonra əlaçı olmayanları da müəyyən edə bilərik. Və yaxud da 24-ün birbaşa 75%-ni tapa bilərsiniz. Bu əlaçı olmayanları verəcək. Gəlin istəyirsiniz bu dəfə 24-ün 25%-ni tapaq. 24-ü 25-ə vurub 100-ə bölək. Bu düşəcək 6. Ümumiyyətlə 25% 4də 1 deməkdir. Ədədin 4də 1 hissəsi. 6-nın 24-ün 6da 1 hissəsi, daha doğrusu 4də 1 hissəsinə də 6. Deməli 6 nəfər əlaçıdırsa 24-dən yerdə nə qalır? 24-dən 6 çıxıram 18 nəfər. 18 nəfər də əlaçı olmayanlardır. B variantı düzgün cavabdır. Sual 18. Televizorun qiymətini əvvəlcə 20%, daha sonra yeni qiyməti 70% endirdilər. Ümumi endirim neçə faiz oldu? Dəyərli dostlar, əgər faiz bölməsi ilə bağlı məlumatınız yoxdursa, əminəm ki, bu sualın cavabını ilk baxışda nə yazarıq? 20% bir endirim, 70% bir endirim oldu 90%. Cavab A yazarıq və bu səhv çıxar. Əgər cavabı A düşünürsə, demək ki, faiz bölməsini yaxşı bilmirsiniz. Mütləq surətdə bu tipli sualları yaxşılaşdırmalısınız, yaxşı formada öyrənməlisiniz. Ümumi olaraq qeyd edim, yəni bu sualların hamısını bizim daxili MIX sertifikasiya qruplarında keçirik. İstəsəniz WhatsApp nömrəmizə yazaraq dərslərə də qoşula bilərsiniz və ya dərslər barədə detallı məlumat əldə edə bilərsiniz. WhatsApp nömrəmizi yəqin ki bilirsiniz, burada qeyd edirəm.
055 239 20 41. Bu nömrə yazaraq, yəni dərslər barədə məlumat əldə edə bilərsiniz. Burada yəni kiminsə məlumat yoxdursa, bu nöqteyi nəzərdən bildirirəm ki, bu suallar ona qəliz görünə bilər. Yəni bölməni bilmirsə, yox bölməni bilirsə əlbəttə ki, rahatdır. Deməli, belə suallarda biz faiz bölməsinin qızıl ədədi adlandırdığımız 100 ədədindən istifadə edirik. Yəni televizorun qiymətini fikirləşin ki, 100 manatdır. Bəs başqa ədəd qoymaq olarmı? Olar. Amma 100 ilə işləmək daha sadədir. Ona görə biz 100-dən istifadə edirik. Çünki 100-ün ixtiyari faizi, məsələn 100-ün 10%-i 10-dur, 100-ün 15%-i 15-dir. Bu bizə hesablama işlərində rahatlıq verdiyi üçün 100-dən istifadə olunur. Televizorun qiyməti əvvəlcə 20% endirilir. Dostlar, 100-ün 20%-i nədir? 20. Yəni 100-dən 20 çıxıram olur 80. Sonra yeni qiyməti, yəni 80-i 70% endirilir. Bax, burada diqqətli oluruq. Bu açar məqamdır. Yəni yeni qiymət 80-dir. 80-dən çıxacam 80-in 70%-ni. Yəni 80-dən 70 çıxmıram ha. 80 manatın 70%-ni çıxacam. Yəni 80-i 70-ə vururam kənarda, bölürəm 100-ə. Edir 56. Yəni 80-dən çıxacam bu dəfə 56-nı. Bu da düşəcək 24. Aydındır, diqqətli oluruq. Yenə qeyd edirəm. 70% endirdik. Yəni yekun qiymət nə oldu? 24 manat oldu. İndi nəyə diqqət yetirməlisiniz? Televizorun qiyməti əvvəlcə 100 manat idi. Ümumi endirimi tapıram. İndi 24 manat oldu. Neçə faiz endirim var? Bunu tapmaq üçün 100-dən çıxıram 24-ü. 100 çıxılsın 24 düşür 76. Əgər bu sualı doğru yaza bilirsinizsə, siz faiz bölməsini yaxşı bilirsiniz mənasına gəlir. Yox, bu suallarda çətinlik çəkirsinizsə, demək ki, faiz bölməsində biraz problemləriniz var. Bunun üzərində çalışmağınız lazımdır. Yenə qeyd edirəm, yəni bu sualları adətən müəllimlər düşünmədən yazanda 20 ilə 70-i toplayırlar, deyirlər 90% A variantı və səhv yazırlar. Amma əslində doğru cavab 76%-dir. Bir qədər incə məqam mövcuddur sualda. 19-cu suala keçid etdik. Yolun 35% asfaltlandıqdan sonra daha 40 kilometr yola asfalt çəkilərsə, yolun 40% asfaltlanmış olacaq. Ümumi yolun uzunluğunu tapın. Dəyərli dostlar, yol ümumi 100%-dir. Belə düşünək. 35% asfaltlanıb. Bura qədər 35% düşünürəm. Deyir, növbəti 40 kilometr asfaltlansa, daha 40 kilometr. Bax, bura 40 kilometrdir. Bütün yolun 40% asfaltlanacaq. Nəyə diqqət yetirməyimiz lazımdır? 35% asfaltlanmışdır. Çox gözəl. Növbəti mərhələdə bu 40%-ə qalxdı. Yəni 35-dən 40-a qalxmaq üçün deməli 5% yol asfaltlandı. Bu da kilometrlə hesablayanda 40 kilometrdir. Yəni 5% 40 kilometrdir. Yol özü hamısı 100%-dir də. Biz 100%lik yol axtarırıq. Deyirək ümumi yolun uzunluğunu tap. Bu da 100%-ni də x deyirəm kilometr olaraq. Sonra bunu çarpaz şəkildə vuracağam. Belə. 5x-ə vuracağam, olacaq 5x bərabərdir. 40-ı da 100-ə vuracağam. Deməli, nə deyəcək? 4000 olacaq. Buradan da x bərabərdir. 800 kilometr alacağam. Deməli, ümumi yolun uzunluğu 800 kilometrə uyğun gələcək. 20-ci sual dostlar, bu da düşündürücü sualdır. Deməli, nə deyir sualda? Malın maya dəyəri 2A plus 3 manatdır. Mal 60% xeyrinə 4A manata satılır. A neçədir? Bir-bir variantları qoyub yoxlaya da bilərsiniz. Amma kimin tənlik qurmaq bacarığı varsa, hansı ki imtahanlarda düşən 2 dənə, 3 dənə çətin sual olur da bildiyimiz kimi. Orada tənlik bacarığı mütləq surətdə soruşulur. İxtiyari mövzuda bu belədir. Dəyişənlərlə işləmək bacarığınız da yaxşı səviyyədə olmalıdır. Mal 60% xeyirlə satılırsa, deməli bu 160%-ə satılır. Və malın maya dəyəri də 100%-dir. Yəni belə yazırıq ki, 2A üstə gələk 3 ifadəsi özü 100%-dir. 4A ifadəsi isə 4A. Bu isə 60% xeyirdirsə 160% edəcək. Dostlar, bax bir dənə bunu başa düşməyimiz lazımdır. Sonra bunu çarpaz formada vuracağıq. Bunu buna, bunu buna. Yəni 160-ı altdan yazıram. Vururam 2A plus 3-ə. Bərabərdir. 4A-nı da vururam 100-ə. Vurub açaq. 160-ı 2-yə vuranda
320 və A-nı da yazıram arxasına. 163-ə vuranda 480 bərabərdir. 4-ü də 100-ə vuranda 400A. 400A-dan 320A çıxanda 80A qalar. Bu da bərabərdir 480-ə. Sıfırları silərəm. Buradan da A bərabərdir 48-i 8-ə bölsəm düşəcək A 6. Deməli A-nın qiyməti 6-ya bərabərdir. Əslində 60% xeyrinə filan qiymətə satılan normal ədədlər verilən tipləri bilirsinizsə, bu da eyni bir şeydir. Sadəcə bu sualı nəyə görə verirəm? Hər bir ibtidai sinif müəllimi tənlik qurmaq bacarığına sahib olmalıdır. Hər bir ibtidai sinif müəllimi bacardığı qədər dəyişənlərlə işləmək bacarığına sahib olmalıdır. Yəni suallarda dəyişənlərlə qurulan ifadələr düşür. Bu qaçılmazdır. Həm MIQ imtahanda, həm sertifikasiya imtahanda. Şərt o deyil bu faiz bölməsi olsun. Başqa bölmələrdən də düşə biləcək. Yəni mümkün qədər öyrənməyə çalışın. Bu 20 sualın içərisində asan suallar da var idi, orta da var idi, çətin də var idi. Yəni bunların öhdəsindən gələ bilsək, əla. Nə xoş bizə. Demək ki, faiz bölməsini yaxşı formada mənimsəmişik. Dostlar, amma çətinliyiniz də varsa, keyfinizi pozmursunuz. Vaxtınız var imtahanlara qədər. Amma bu sizə bir növ xəbərdarlıqdır ki, bəli, mənim bu bölmədən boşluğum var. Mən bunu öyrənməliyəm. Belə dəyərli izləyicilər, bununla videomuz yekunlaşır. Ümid edirəm faydalı video oldu. Əlavə olaraq qeyd edim, bizim MIQ sertifikasiya imtahanına hazırlaşan müəllim və müdavimlər üçün xüsusi test toplumumuz da var. 3000 plus testdən ibarət, yəni 3000-dən çox test var içərisində. Bizə müraciət edərək həmin test toplusunu da əldə edə bilərsiniz ki, imtahanlara hazırlaşmaqda sizə yardımcı olsun həmin suallar. Oldu, sağollaşırıq, bəyənməyi və paylaşmağı unutmuruq dəyərli izləyicilər. Bir sonraki izahlarda görüşərik. Hələlik.